ki, tamah ərəbcə biz dilimizdə işlətdiyimiz tamah kəlməsidir, tamahkarlıq. Buyurur möminlər tamahkarlıqdan uzaq olarlar, qaçarlar, tamahdan uzaq olarlar. Tamah insanın ən böyük düşmənlərindən biridir. Bütün fəzilətlərin düşmənlərindən biri tamahkarlıqdır insanda. Peyğəmbər buyurur ki, "Ət-təmə'u yuzhibul hikmə min qulubil uləma." Buyurur tamahkarlıq, tamah alimlərin ürəyindən hikməti çıxardır. Ən birinci alimlərin düşmənidir tamahkarlıq. Din alimlərinin və bütün alimlərin düşmənidir. Hikməti ürəkdən çıxardır. Hikmət bilirsiniz nədir? Hikmət budur ki, insan hadisələri baxan kimi düzgün qiymət verə bilsin. Buna deyirlər hikmət. Təbiblərə niyə həkim deyirik biz? Bir həkimə getdim. Əslində həkim hikmət kəlməsindəndir. Hikmət, həkim yəni hikmət sahibi. Biz niyə təbiblərə hikmət deyirik? Çünki o baxır, gözlə müayinə eləyib, əgər həkimdirsə doğrudan. Elə bir nəticəyə gəlir ki, sonra gedirsən analizə, laboratoriyaya, həmin nəticəni o da deyir. Həkim buna görə deyirlər. İlk baxışdan düzgün diaqnoz qoyur deyə, xəstəliyi müəyyən eləyir deyə ona həkim deyirlər. Həkim odur ki, hikmət sahibi. Aləmə baxır, hər hadisəyə baxır. Hansısa bir vasitəsiz dərhal düz qiymətini verə bilir onu. Bu istisna bir xüsusiyyətdir. Allah Quranda Loğmanı tərifləyir, deyir biz ona hikmət vermişdik. Loğman o qədər əziz insandır Allah yanında. Hikmət sahibinin qiymətinə baxın ki, onun nəsihətləri, mən həmişə bunu diqqət eləmişəm, doğrudan təəccüblüdür. Allah sonuncu kitabında Loğmanın sözünü öz sözü qərar verir. Loğmanın nəsihətlərini ayə kimi gətirir. Yəni elə bu mənim sözümdür. Hikmət belə bir şeydir ki, bir adamda oldusa, danışdığı, gözü yum, elə bil Allah danışır səndən. Hikmət belə bir şeydir. Allah Loğmana bu hikməti vermişdir. Buyurur, alimlərin, hikmətsiz alimin nə xeyri var? İnsanın elmi nə qədər çox olsa, hikməti yoxdursa, cəmaatı da azdıracaq, özü də azacaq yolda. Oxuduqca azğınlığı çoxalacaq. Buyurur, hikmətin düşməni nədir? Hikmətin düşməni tamahkarlıqdır. Alimin gözündə nəyəsə rəğbət oldusa, tamahkarlıq oldusa, kaş mənim olsun oldusa, o heç nə, o alimdən heç nə. O hissi ürəyindən çıxartmayana qədər onun sözünün təsiri olmayacaq. Gözü dünyanın neymətlərində olsa, insan gərək qaçsın bundan. Tək alimlər yox, hər bir mömin bundan qaçsın. Çox ağır xəstəlikdir. İnsan heç nəyi hesablamadan bəzən fikir vermişsiniz. Nəyisə istəyir. Bizdə belə bir xəstəlik var. Qəlbimizi bağlayırıq, kaş filan şeyim olsun. Üzr istəyirəm, biz belə söz işlədik, ağzının suyun axıdır, hər şeyə baxır. Bu tamahkarlıqdır. Bəhanə gətirir özü üçün ki, mənə bu lazımdır, filan şey mənim. Özü üçün 100 dənə dəlil gətirir, amma baxır, görür, istəyi ehtiyacına görə deyir. Bir maşın görür, ona tamah salır. Birinin əlində bir telefon görür, ona tamah salır. Gözü orada buradadır, hər şeyə həvəs salır ürəyinə. Bütün xəstəliklərin başlanğıcı buyurur, əsl-i şərri ət-təmə'. Bütün pisliklərin, şərrin əsli tamahdır. Həvəs salmaqdır. Başqa şeylərin həvəsini ürəyibə salmaqdır. Dünya adamı həlak eləmir, dünyanın həvəsi adamı həlak eləyir. Hər şey o birinci həvəsdən başlanır. Bir zərrə qədər ürəyində bu həvəs yarandısa, diqqətli ol, səni aparacaq özünə tərəf. Ruzu dalıca get, amma vəzifə kimi get. Allah məndən istəyib, gedirəm, nəticə üçün getmə heç vaxt. Gözün onda olmasın, niyə qazanmadın? Bu ruzu sənindirsə, sən də durub getmisənsə dalıcan, Allah yetirəcək. Əgər Allah nəzərindədirsə, o yetirəcək, sənindirsə. Yox, gördün, yetirməyibsə da nəyə narahatsan sən? İnsan Allahı hərdən həyatından çıxardır, başlayır başqa şeylərin həvəsini ürəyinə salmağa, buna deyirlər tamah. Allahı nəzərə almadan nəyisə istəyirik.
Bu yaxşılarda olur, bu pislərin xəstəliyidir. Bu yaxşılar ibadət eləyənlərdə də çox olur bu xüsusiyyət. Yaxşılıqları pis eləyən, xəstələndirən bir bəladır bu. Elə ki gördün ürəyində həvəs yaranır, deyirlər dərhal istəyi 30-dur yerində. Nəfsə cızıq qoymasın. Hara qədər gedəcək sonsuzdur. Onun dərhal yerində 30-dur. Bir Arifdən soruşdular. Dedilər görəsən bu indi nəsə bizə xüsusi cavab verəcək. Dedi ağa bu məqama, bu dərəcəyə hansı əməllərlə çatdınız, hansı zikirlərlə, hansı namazlarla. Dedi yəqin bu deyəcək Məfatihin filan səhifəsində filan dua var, onu oxu, filan namazdan sonra filan zikir var. Belə cavab gözləyirlər ki, sən bu məqama necə çatdın? Dedi heç nə, nəfsimlə danışdım, uşaq kimi qoydum qabağıma, başa saldım, dedim ay nəfs, sən bunu istəyirsən, istəmə, sənin ziyanı vardır. Heç nə, özümlə danışdım. Özüm öz nəfsimə hədd müəyyən elədim. Hərdən bir adam öz-özü ilə danışa ki, istəyirsən, istəmə, xahiş edirəm. Elə şirin-şirin danışasan. Mehriban şəkildə özü başa salasan ki, sən artıq şey istəyirsən. Bu şeylərin həvəsini ürəyivə salma. Çox pis şeydir. Əl əleyhissalam buyurur ki, qəli'ut təmə'i yufsidu kəsirəl vərə'. Buyurur, təmahın bir azı vərəin çoxunu aradan aparır. Vərə bilirsiniz də nədir? Yadınızdadırsa orucluqda mən danışdım. Bir var təqva. Təqva budur ki, adam günah eləməyə. Vərə budur ki, insan günahdan qaçsın. Bir zərrə qədər tamah ürəkdə olacaqsa, təqvanı xarab eləyəcək. Bəzi şey var ki, bir zərrəsi, bir qazan yeməyin içinə, bir zərrə nəcis düşsə, hamısını apar at o yana. Ondan onun yiləsi bir şeydir. Bu da belə bir xəstəlikdir. Bir zərrəsi ürəkdə varsa, qəlb təqva ilə doludursa, girdisə ürəyə tamah, o təqvanın hamısını xarab eləyəcək. Onu xarab eləyib, aradan aparmayanacaq, səndən əl çəkməyəcək. Odur ki, onun azı ürəyivə girəndə həvəslər gəlir, kəş filan şey olardı, orada filan şey ev tikərdim, burada filan şey. Biri var vəzifədir, hər bir insanın vəzifəsidir, evi olsun, təminatı olsun. Bunlar tam təbiidir. Hər bir müminin vəzifəsidir, ruzu qazansın, bu tam təbiidir. Özünə götürsün, əlavəsini Allah yolunda xərcləsin. Bunlar hamısı ibadətdir. Mən bunu deməyə lüzum görmürəm. Yəni, bir insan bu cür niyyətə evindən çıxsa, yolda birdən təbii ölümlə də ölsə, hədisdə var bu şəhiddir, ruzu dalıca gedirsə. Yəni bunun əhəmiyyətini azaltmıram, amma hərdən özümüz öz Allahımızla oturub içimizə baxanda görürük, yox, bu Allah sözləri bəhanədir. Ürəyimdə bir həvəs var ki, bu mənim əlimə gəlsin. Gəlməsə az qalır ürəyim partlasın.